Son zamanlar rastlaşdığım en güzel manzaralardan biri de bunlardır ki, dövlət təhlükəsizlik xidməti, dövlət qurumlarında, bəzi icra hakimiyyətlərində, bir çox yerlərdə rüşvətxor, satqın, xəyanatkar, vətəndaşın əmlakını yeyən, dövlətin sərvətini talayan, milyardlar özünə səltənət quranların sonun gətirir. Axtarışlar aparılır. Hər kəs öz yavaş-yavaş cəzasını tapır. Allah Teala DDX əməkdaşlarına kömək olsun bu işdə. Biz də vətəndaş olaraq baxay sevinər. Amma bunu da qeyd edim ki, İnşallah Allahın köməkliyi ilə həmin bu yoxlamalar, bu axtarışlar Ekologiya və Təbii Sərvətlər Nazirliyində də keçiriləcək. O günü mən iplə çəkirəm. O gün ki, həmin günü DTX orada əməliyyatlar keçirtdi, rüşvətxorları, dövlətin sərvətini, milyonları, talayanları həbs elədi, həmin günü qurbanlar kəsəcəm. Özümün imkanım olmasa da, dilənsəm də o qurbanları kəsəcəm inşallah Allahın köməkliyi ilə. O gün olsun ki, Dövlət Təhlükəsizlik Xidməti həmin o qurumda əməliyyatlar keçirsin. Niyə? Çünki həmin o nazirlik, dövlət qurumu mən vətəndaş olaraq məni əsəb xəstəliyinə salıb. Xəstəliyə salıb, Allah onların balasını versin, inşallah da verəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş məmuru. Bax, bu adama görə, bu işçivə görə, bu məmurluğa görə dövlətin qanunlarını sən tapdaladın. 11 dəfə sənin yanında oldun. Sözün də bu oldu ki, dövlət vətəndaşa pul ödəmir. Nəyə görə? Çünki vətəndaşın əmlakını yiyən sənin məmurundur. Qurum olaraq sənin qurum gözü kölgəlidir. Çünki dövlət mənim tərəfimdə idi. Dövlətin qanunları mənim tərəfimdədir. Dövlətin məhkəmə strukturu sizin qanunsuzluqlarınızı, özbaşınalarınızı, saxtakarlarınızı sübuta yetirmişdi. Və mən vətəndaşın xeyrinə qərar çıxartmışdı. Haradasan? Amma bu yerindədir. Muxtar Babayev, sən haradasan? Keçmiş Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəhbəri Firdun Əliyev, haradasan? Allatdın dəfələrlə yalan vadlar, hüquqşünasları göndərdirdin, dəfələrlə yalan axtar. Haradasan indi? Sən də çıxıb gedmirsən. Rədd olub gedmirsən. Amma yenə də bu tərəfin saxladığın quldur yenə də yerindədir. Anar Rəhimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünası, haradasan? Çıxıb sən də gedmirsən. Bax, bu özbaşınıya görə dəfələrlə dövlətin qanunlarını allatdın, məhkəmə qətnamalarını tapdaladın, yalan aktlar bağladın. Bax, bu aktları sən bağlamısan. Hala bir neçəsi məndə deyil. Bax, 1, 2, bax bu aktlarda hamısında Anar Rəhimov sənin imzan var. 3, 4, 5, 6, hala bax bu da izahatdır Nazirliyin ki, hala 2021-ci ildə izahatı ki, Abdullayevada dəymişsən 2022-ci il fevralında ödəyəcək. Bəlkə bir 10 danda aktın hala itibatadır. Mənə verməyiblər İcra Prokuror şöbəsindən. Bunun tərəfini saxlayırdınız. Bu Abbasov Dadaş Nasifoğlu'nun hamımız gedmişsiniz. Xaliq Mirzəyev, indiki Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəhbəri. Sənin də 2 dəfə yanıma gəlmişəm, alladmışsan, yalan vadlar vermişsən, sonra da heç qabula da buraxmadın. Sən də gələcəksən, çünki sən də bıdılığının tərəfini saxlayırsan. Nazir vəzifəsini icra edən Rəşad İsmailov 10 dəfə, 15 dəfə sənin nazirliyivə gəlmişəm, sizin nazirliyi qəbul keçirmir Muxtar Babayevdən sonra. 10 dəfə qəbul şöbəsində sizin qəbulunuza yazılmışam, şəxsən də xəbərdarsınız, şəxsən nazirliyin qabağında mənə də görmüşsünüz, bildiriblər dəstədə bu həmin vətəndaşdır. Dəfələrlə də qəbullarda da Muxtar Babayevin qəbulunda məni görmüşsünüz. Siz məni tanıya-tanıya bilərəkdən məni qəbul eləmişsiniz. 10 dəfə, 15 dəfə yazılmışam. Niyə? Çünki nazirlik olaraq, dövlət qurumu olaraq günahkarsınız. Mən sadə bir vətəndaş, mən haqdayam. Dövlət mənim tərəfimdədir. Yenə deyirəm, dövlətin qanunları, məhkəmə strukturu mənim xeyrimə qərar çağırıb. Sizin gözünüz kölgəlidir. Qurum olaraq gözünüz kölgəlidir. Şəxsən yox, Rəşad İsmailov. Qurum olaraq, nazirlik olaraq sizin gözünüz kölgəlidir. Sizdən qabaq bəli Muxtar Babayevin gözü kölgəlidir. Çünki o mənə deyir ki, dövlət vətəndaşa pul vermir. Firdun Əliyev dəfələrlə mənə anladıb. Yenə də hüquqşünasları. İnşallah Allahın köməkliyi ilə, yenə deyirəm, qurbanlar boylamışam ki, Dövlət Təhlükəsizlik Xidməti sizin nazirlikdə də
əməliyyatlar keçsin və bir çox başdan ucdan tutma hamısı həbs olma. Çünki dövlətin əmlakını, büdcəsini, meşələrini, dənizlərini, göllərini, torpağını, bütün sərvətlərini tarayırsınız. Gözünüz doymur, rüşvət də alırsınız, milyonlarla gözünüz doymur, səltənətlər qurursunuz. Vətəndaşın zülmlə qazandığı 5 manata da gözlü düşürsünüz. Bəzi məmurlara da sözüm, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bəzi məmurlara da Allahınız yoxdur, dininiz yoxdur, imanınız yoxdur, biz bunu bilirik. Yoxdur. Allahdan da qorxmursunuz. Çünki Allahdan qorxsuz belə hərəkət eləmərsiniz. Sabahçını deməyin və Allahdan qorxursunuz, belə hərəkət eləmərsiniz. Nə Allahdan qorxursunuz, nə prezidentdən qorxursunuz, nə vitse-prezidentdən, heç kəsdən sizin qorxunuz yoxdur. Sizin ancaq qorxunuz odur ki, aylıq gəldiyimiz azala bilər. Milyonlarımız azala bilər. Siz bundan qorxursunuz. Allah Teala sizin axır sonunuzu gətirəcək. Kimin əli ilə? Dövlət təhlükəsizlik xidmətinin əlindən. Həmin günü mən qurbanlar kəsəcəm inşallah.